Əsl sənətkarların efirə çıxmamağının səbəbi verilişlərin formatındadır. Verilişlərin əksəriyyət verilişlərində, təbii ki, hamısı yox, normal verilişlər var. Amma o digər verilişlərə çıxmamağın səbəbi insanları bütün zövqlərini korlayıblar. Ona görə də elə insanlarla deyirlər, gəlin çıxın efirə, söz verdiyi adam deyir ki, səni verilişi səndən quracam. Gəlirsən, bir gün qalmış anons atmır. Deyirsən ki, qardaş anonsu atdı. Anonsu atır, görürsən ki, heç sənə deyilən müğənnilərin heç birisi yoxdur orada. Bir gün qalmış, lap 3 saat, 4 saat qalmış da efirə getmirik. Çünki özümü görmürəm də mən orada. O ifaçılarla özümü görmürəm orada. Ona görə də efirlərə azad çıxırıq, amma musiqi başa düşən efirlərimiz var, əsl musiqiyə qiymət verən efirlərimiz var. Çalışıb o verilişlərə çıxırıq. Səbəb budur. Məsəl üçün o ifaçının böyrünə səni vurur ki, səni qoyur ki, ora ki, hə sənə görə deyirsən ki, bu belə oxuyandı da, bu da var idi burada, bu da bundan çıxıb. Ona görə də mən şəxsən özüm çox verilişlər var ki, oraya çıxmıram, çıxmaq da istəmirəm. Elə verilişlər var ki, 2 ildə çıxmıram. Yəni səbəb budur.